Yay mövsümündə Azərbaycanın bir sıra bölgələrində çəyirtkələrin sayının kəskin artdığı müşahidə olunur. Onlar artıq təkcə əkin sahələrində deyil, yaşayış məntəqələrində, parklarda, həyətyanı ərazilərdə və istirahət məkanlarında da görünür. Bəs çəyirtkələrin kütləvi çoxalmasına səbəb nədir? Bu ilin erkən yaz fəslində Abşeron yarımadasında və Azərbaycanın digər bölgələrində kifayət qədər yağıntının miqdarı çox olmuşdur və yağıntının miqdarının çox olması burada ot-bitki örtüyünün daha sıx olmasına, daha çox olmasına səbəb olmuşdur. Əsasən Abşeronda və sahil zolağında daha çox efemerlər, yəni bir illik taxıl növləri daha çox inkişaf edir və taxıl növlərinin də deyək ki, dənləri çəyirtkələr üçün əsas yem hesab olunur və bu baxımdan da burada çəyirtkələrin həm yumurtadan kifayət qədər sayının çox çıxması, eyni zamanda onların qidalanması üçün burada əlverişli şəraitin olması, qidanın olması bu qədər, yəni çox sayda, populyasiyanın çox sayda olmasına səbəb olmuşdur. Mütəxəssis rəyinə görə təbiətdə baş verən bu cür kütləvi artımlar birbaşa iqlim amilləri ilə bağlıdır. Çəyirtkə kimlərin nəzarətsiz çoxalması kənd təsərrüfatı bitkiləri, otlaq sahələri və yaşıllıqlar üçün də ciddi təhlükə yarada bilər. Məhz buna görə aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və zəruri mübarizə tədbirləri həyata keçirirlər. Aqrar Xidmətlər Agentliyi olaraq qeyd etmək istərdim ki, yeri gəlmişkən, biz həm müşahidə işləri həyata keçiririk məlum ocaq bölgələrdə. Keçən illə müqayisədə 48 min hektar ərazidə müşahidələr aparılır. Bu müşahidələr məhz ocaq bölgələrdir. Keçən il əgər biz 3800 hektar ərazidə kimyəvi mübarizə aparırdıqsa, yəni sirayət olunmuş ərazidə, cari ildə 6200-6500 civarında hektar ərazidə sirayətlənmə və təbii olaraq da mübarizə işləri həyata keçirilir. Hal-hazırda mübarizə işləri davam etdirilir ocaq bölgələri üzrə və deyə bilərik ki, nəzarət altındadır. Kimyəvi mübarizə tədbirlərinin qısa zamanda öz bəhrəsini verəcəyi gözlənilir. Mütəxəssislər bildirirlər ki, aparılan tədbirlər çəyirtkələrin sayının azalmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Vətəndaşlara isə əkin sahələrində və həyətyanı ərazilərdə çəyirtkələrin kütləvi artımını müşahidə etdikdə bu barədə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunur.